Əmir el-Möminin Əli əleyhissalam Ramazan ayında hər gecə bir evladının evində iftar edərdi. Bir gecə gələrdi, İmam Həsənin evində iftar edərdi. Bir gecə gedərdi, İmam Hüseynin evində iftar edərdi. Bir gecə də gələrdi, qızı xanım Zeynəbin evində iftar edərdi. Ümmü Gülsümün evində iftar edərdi. Rəvayət Ümmü Gülsümdəndir ki, Əmir el-Möminin əleyhissalam deyir, Ramazanın 18-ci günü gəldi, iftar vaxtı. Azan oldu, namazını qıldı. Namazını bitirəndən sonra qarşısına 2 parça çörək, duz və süd qoydum. Baxdı, dedi, qızım, 2 növ xörəklə mən iftar açmıram. Duzu götürmək istədim, südü mənə tərəf itələdi ki, südü götür. İftarını açdı. Sonra yenə ibadətlə məşğul oldu. Gecənin bir aləmində yenə qalxdı, ibadətlə məşğul oldu. Tez-tez bayıra çıxırdı, gəlirdi. Deyirdi, Allahumma barik li fi mavti ilahi. Ölümümdə mənə bərəkət ver. La havle və la quvvətə illə billah zikrini tez-tez oxuyurdu. Sübh namazı vaxtına az qalmış ki, məscidə gedəcəkdi. Mən deyir, mane olmaq istədim ki, atacan, bəlkə elə evdə qılasan və kiməsə əmr edəsən namazı qıldırsın. Razı olmadı. Sübh namazında Əmir el-Möminin əleyhissalam Küfə məscidinə gəldi. Gəldi o eşq mehrabına, azanını verdi. Namazı qılmağa ki başladı, birinci rəkətin birinci səcdəsini bitirib qalxdıqda İbn-i Mülcəm məl'un Həzrət imamlarımızın hədislərində, Peyğəmbərin hədislərində buyurulduğu kimi əşqəl, əşqiya, bədbəxtlər bədbəxti o zərbəni Əmir el-Möminin əleyhissalamın başına indirdi. Bir kəlmə dedi Həzrət Əmir el-Möminin, Fuzdu və Rabbil Kəbə, Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım. Kəbənin oğlu Kəbənin Rəbbinə and içdi. Kəbədə dünyaya gələn mehrabda şəhadətə qovuşdu. İnsanlar axışıb gəldilər. O qılınc təkcə Əmir el-Möminin əleyhissalamın başına vurulmadı. O qılınc imanın başına vuruldu. Çünki Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, o vaxt ki, Xəndək döyüşündə Əmir el-Möminin əleyhissalam Əmr ibn Əbdüvədlə döyüşə çıxdı. Allah Rəsulü bu kəlməni buyurdu. Bərəzəl imani kulluh alə şirki kullih. Bütün iman, bütün şirkə qarşı döyüşə qalxdı. Əmir el-Möminin bütün imandı. Əmir el-Möminin əleyhissalama vurulan qılınc Peyğəmbərə vurulan bir qılıncı idi. Çünki Quran deyir ki, Əli əleyhissalam barəsində ənfusənə və ənfusəkum, Ali-İmran surəsi 61-ci ayə məddə məsələsində Əli əleyhissalama vurulan qılınc Qur'ana doğru vurulmuş bir qılıncı idi. Qur'anın nazil olduğu gecədə natiq Qur'ana vurulmuş bir qılıncı idi. Həzrət Rasulullah buyurur, Aliyyun mə'l Qur'an vəl-Qur'anu mə'ali. Əli Qur'anla və Qur'an da Əli iləndir. Əli əleyhissalam fustu və Rabbil Kəbə, Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım, qazandım mən. Amma bütün aləm uduzdu ya Əmir el-Möminin. O Küfə məscidi ki, sənin azan səsinə, azan zümzüməsinə həsrət qalacaq. O mehrab ki, ya Əmir el-Möminin, o mehrabda sən Mövlaya, Mövlaya deyib dua edirdin, o mehrab sənin münacatına həsrət qalacaq. O yetimlər ki, ya Əmir el-Möminin, başları aşağı qaldı, sənin o şəfqət əllərinə həsrət qalacaq. O gecələr ki, deyir, o torbada yetimlərin evinə sən yetimlərə paylar aparardın, ərzaq aparardın. O torba sənin mübarək çiyninə həsrət qalacaq, ya Əmir el-Möminin. O qılınc ki, hidayət yolunda, haqq yolunda sənin qəbzəndə vurur deyə Əmir el-Möminin, o qılınc sənin qəbzənə həsrət qalacaq. Ey Əmir el-Möminin, bütün haqq, ədalət sənə həsrət qaldı, ya Əmir el-Möminin. Salamullah aleykə, ya Əmir el-Möminin. Allah sənin qatilinə lənət etsin, ey möminlərin əmiri.